Hamıya salam, hər vaxtınız xeyir olsun. Deməli, daha öncə də qeyd etmişdim ki, sağlam qidalanmağa çalışıram artıq. Yumurta bişirdim qayğanaq Gerkuleslə, çünki Gerkules məni tox tutur, çörək yadıma düşmür. Belə pendirdir, xiyardı, turpdu yanında. Səhər yeməyi deyirəm, əslində günorta 1-də yemişəm, çünki günorta 1-ə qədər vaxtım olmayıb balacaya görə. Çay da içməmişdim, təkcə su içmişdim arada. Belə. Daha sonra aldıqlarımızı görürsüz. Nələr almışıq. Uşaqların istədikləri, piçenyadır, belə çöpdür. Kruasandır, sevdikləri kruasan, yuxadır. Qatıq istəmişdim, yoldaşım qatıq alıb və məhlədəki mağazada apelsinlər 1 manata idi. Yəni endirmə düşüb. Ona görə kim yararlanmayıbsa bundan gedib alsınlar. Biz də evdə olmağına baxmayaraq yenə də apelsin aldıq, çünki endirimdən hər zaman yararlanmaq lazımdır. Burada isə özümə hardasa saat 5-də qreçka hazırladım, yedim. Yanında göbələklə, göbələkləri belə qızartdım. Bu da məni tox tutdu, göbələk məni tox tutur. Belə. Sonra yoldaşım oğlum məktəbdən götürəndən sonra Napaqayətdən onun üçün batinka alıblar. Oğlum özü bəyənib, özü alıb. Rahatdır, əsas rahatlığıdır. 32 manata. Yaxşıdır, xoşum gəldi. Sağlıqla geyinsin. Daha sonra özümə axşam yeməyi hazırladım. Axşam yeməyində salat hazırladım, çünki yüngül olsun. Kahıdır, pomidor, xiyar, pendir, biber, küncüt və sumaq və zeytun yağı. Çox dadlı oldu. Sağ olun.